İnsan öz içində olanlar haqqında düşünsün, görün haralara gedib çatır. Amma dünyanın, müasir dünyanın əsas bəlası, bunu dəfələrlə demişəm, budur ki, fikrimizi yayındırır. Şeytanı düzən deyirlər. Şeytan deyəndə biz buynuzlu nəsə təsəvvür edirik. Şeytan, bax, bu işləri görür. Dünyanı belə bəziyib ki, səsküy salın, düşünməyə imkan olmasın. Səsküylə, şov verilişlə. Avropada da belədir, dünyanın o böyük dövlətlərinin hamısında. Baxırsan, aman vermir sənə bir dəqiqə, deyir ki, bizimlə qalın. Deyir, məsələn, ayrılmayın bizdən, ayrılmayın, indi maraqlı nəsə olacaq. Baxırsan, heç də maraqlı budur ki, o ondan niyə küsüb? Allah eləsin, heç vaxt barışmasınlar. Bu bundan niyə küsüb, bu bundan niyə... Dəyərsiz adamlar, cəmaat da diqqətlə baxır, onu oturur müzakirə eləyir, fikirləşir, fikrini bu istiqamətə yönəldir. Aram olmağa imkan yoxdur. Dövr keçdikcə, zaman keçdikcə lap çətinləşir. Sürətlənib həyat, informasiya bolluğu. Bu vəziyyətdə adam öz düşüncəsini aram saxlaya, qoymuyor ora-bura getsin.